Salam, hər vaxtınız xeyir olsun. Vüqar Zeynalovun test toplusundan belə bir maraqlı məsələyə baxaq. Bizə deyir ki, azot və hidrogendən ibarət 300 ml qaz qarışığının reaksiyasından sonra qabda 240 ml qaz qalıbdır. İlkin qaz qarışığının neçə faizi reaksiyaya daxil olmayıbdır? Deməli, reaksiyanı yazdırıq. Azot üzərinə gəlirik. Hidrogen alınır amonyak. Və başlanğıcdakı bu qarışıq olub 300 ml. 300 ml olub və sonda 240 ml olubdur. Yəni 60 ml azalma olubdur. Azalma da bu amonyaka görə olur. Əgər 60 ml amonyak alınıbsa, biz görürük ki, burada baxın 1 mol azota 2 amonyak, x-ə 60 tapırıq ki, deməli 30 ml azot sərf olunubdur. Bundan 3 dəfə də çox, yəni 90 ml də hidrogen sərf olunur. Bunların ikisi birlikdə 120 ml eləyir. Başlanğıcda bizim 300 ml qaz qarışığımız var idi. Ondan 120'si sərf olundu və yerdə qaldı 180 ml qaz qarışığı. Burada da bizə deyir ki, ilkin qaz qarışığının neçə faizi reaksiyaya daxil olmayıb. Yəni, baxın 180, 300'ün neçə faizini təşkil eləyəcək? Tapırıq ki, 60 faizini.